2 yaşından yuxarı olmalıdır. İndi bizim cəmiyyətimizdə dəvə biraz az qurban olaraq kəsilir. Dəvə isə 5 yaşından yuxarı olmalıdır və təbii ki, biz qurbanlığımızı ən gözəl, ən sağlamlı olmalıdır. Çünki biz onu Allaha belə deyək də qurban ediriksə, Allah yolunda ediriksə, bizim Allahın bizə verdiyi nimətlərin də ən gözəlini seçməliyik. Necə ki, xanım Fatimə, Allahın salamı olsun, biz bunu sizin efinizdə də bir dəfə təkrar demişik, təkrar olsa da yenə xatırlatmaqda bir hikmət var. Bir dilənçiyə, belə deyək, gözdən əlil olan bir insana ehtiyacını verərkən onu çox gözəl şəkildə, belə deyək, ona təqdim edir. Sual edirlər ki, bəs o görmür, onsuz da sənin verdiyini, onu görmürsən, niyə onu o şəkildə təqdim edirsən? Xanım Fatimə, Allahın salamı olsun, anamız buyurur ki, bəli, o görməyə bilər, amma mən buna inanıram ki, o Allahın qüdrət əlindən keçir. Ona görə Allah adına verilən hər şeyin ən gözəlini olmalıdır. Ona görə də heyvanlarımızı da seçərkən ən gözəlini, sağlamı, xəstə olmayanı, buynuzu qırıq olmayanı, yəni bir könlümüzdən ən gözəlini hansı görürsə, biz onu Allah yoluna